Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi sallallahu Muhammed ve el Muhammed. Qardaşlarım, La ilahe illallah'da mən sizə 6236-nın rəqəmlərini göstərmək istəyirəm. Quran ayələrinin sayı da 6236. Necə? Baxsaq necə görərik. La ilahe illallah. Fikir verin, L hərfini, L yox deməkdə ərəb dilində, L hərfinin rəqəmsal dəyəri 30-dur. Və illə rəqəmsal dəyərinin 61-dir. Allah isə 65-dir. Dammə isə 6-dır. Bu 30-un, 61-in, 65 və 6-nın rəqəmsal dəyəri 162-dir. 162 bunları toplayanda. İləh kəlməsi isə rəqəmsal dəyəri 36-dır. Bunları böyür-böyürə qoyanda 162 və 36 rəqəmləri yaranır. Yəni 6236 sanki burada görsənir, sanki. Deyərsiniz, məsələn, necə ola bilər ki, L 30 olar? Ləm hərfin əbcəd dəyəri 30-dur. Əlif oxunmadı, mən də oxumadım. İllə kəlməsinin rəqəmsal dəyəri ləm 30-dur. Təşkilatında bir dənə də ləm var, o da 30-dur. Əlif 1-dir, elə də 61. Buradakı qırmızı əlif oxunmadı, mən də oxumadım. Deməli, illə kəlməsinin rəqəmsal dəyəri 61-dir. Allah kəlməsi rəqəmsal dəyəri ləm 30-dur. Təşkil altında bir dənə də ləm var, o da 30-dur. Hə isə 5-dir. Neçə elədir? 60 və topla 5, 65. Dammə isə vav hərfini ifadə edir. Yəni, vav hərfinin rəqəmsal dəyəri 6 olur. Dammə isə həmişə vav üçün gəlir. Məsələn, fəthə əlif ifadə edir. Kəsrə həmişə yəni ifadə edir. Biz ona görə, məsələn, bu dammə işarəsinə əgər vav kimi götürsək, vav ifadə edir. Yəni, fəlsəfi düşünməkdə bu. Yəni, demirəm, mütləq buna inanın. Və iləhə kəlməsini sonra hesablasaq, yəni Tanrı kəlməsinin ibadət edilən bir varlıq deməkdir. İləh, Tanrı, səcdə edilən varlıq, yardım istənilən bir varlıq. İləh kəlməsinin rəqəmsal dəyəri ləm 30-dur, hə 5-dir, əlif 1-dir, elədir 36. 35 və 1, elədir 36. İndi bu cür iləh kəlməsini gətirib qoyuruq bura. Lə illə Allah kəlməsini bir hesablasaq, rəqəmsal dəyəri 162 və 36 olur. İndi deyərsiniz, nə üçün iləhi ayrıca hesabladım? Fikir verin, Lə iləhə illallah nə deməkdir? Lə yoxdur iləhə, Tanrı yoxdur, ibadət ediləsi varlıq yoxdur. İlləllah, Allahdan başqa. Burada artıq kəlmədə əsas vurğu, əsas kök iləh kəlməsi gəlir. Ki, Allahdan başqa ilah yoxdur. Əsas ilahlıqdandır. Yəni, Allahın böyük olmasının, Allahın ucu olmasının, Allahın güclü olmasının, Allahın duaları qəbul etməsinin səbəbi nədir? İlah olmasıdır. Allah ilah olmasaydı, heç bir əhəmiyyət olmayacaqdı. Yəni, artıq ibadət ediləsi bir varlıq olmayacaqdı. Biz Allahı nə üçün uca bilirik? Deyirik ki, çünki o hər şeyi yaradandır, duaları eşidəndir, ibadət edilən varlıqdır, yardım istənilən varlıqdır və yardım edə biləcək varlıqdır. Yəni, Allaha dəyəri verən ilahdır. Ona görə bu dəyəri qıraqda hesablayırıq. Bir rəqəmin çıxmaq şərti ilə 6236 görsənir. Düzdür, bunu tam demirəm ki, elə mütləq buna inanın, amma sanki burada bir gizli bir 6236 var deyərdim.